Bax nənə, Allah da şahiddir, Əli də burada canlı şahidimizdir. Bəli. Bir dənə o qardaşa haqqı və halal elə. Hə, halal edirəm. Haqqı və halal elə, qəlb qırdığına görə Heç nə. bugünkü gün... Heç nə, halal edirəm bu şərtlə ki, qurban olsun sağ. Estağfurullah. Hə, Biz yox. Allaha görə gəlmişik, sağ ol. Mən qurban olsun Sağ ol, sağ. sözümüzü yerə salmadın. Yox, salmıram. O da yol gedir, yol Salmıram. çıxır, Hə, hardasa heç nə. bəlaya düşəlməsin. Hə, heç nə, hə, heç nə. Heç nə. Qaqaş, səni alçatmağa görə yəni bura gəlməmişik ya. Sadəcə olaraq xalq, millət məni bura istədi deyə, nənəyəm mən Sağ ol. bu çox pis təsir eləmiş deyə, yəni sənin yollarında uğurlar. Bir səhv min düzü aparmamalıdır. Həqiqətən də Əli, insanlar səhv eləyə bilərlər. Olur. Səhv insan üçündür. Bəlkə də 100 yaşlı olub indi bir səhvə görə. Rəhmətə gedir. Hə? 2 dənə qəşəng oğlum evlada gedir. Bir şəkili oradadır. O gün getmişəm, bir oradakı şəkili gətirəm. Bir onunla gəldim. Bəlkə aparmışam şəkili. Şəkildə yenə demişəm ki, qurban olsun sana. Mən elə çək ki, mən onu öptüm yerdə. Mənim 5 can bir tərəfə idi, bu oğlum bir tərəfə idi, bir tərəfə idi. Gedib bu Məni yaşadırdı. Bu şəklin gedib çıxartdırıb, necə dünyasını dəyişib ki, nənə? O qara diyarı xəstədir, həkim çarə qıra bilmədi. Allah rəhmət eləsin. O yoxdur, biz varıq. Hə, sağ ol. Mən söz verirəm sənə. Mən 5 şavadı, o tək bir tərəfə idi mənim qəlbimdə. Sən nə vaxt arzulasan, mən sənin yanındayam. Nə vaxt arzulasan, denən gəlim mən sənə. Sağ ol, Allah ömrünüzü eləsin. Haqqı da halal elə. Halal olsun, halal. Buyurun, nənə, Allah rəhmət eləsin. Sağ ol. Min düzü bir səhv aparmamalıdır. İnsandır səhv elib, halallıq olsun deyə bugünkü gün mən onu tapıb bura gətirə bilmədim, amma buradan ona eşitdirirəm ki, haqqı sənə halaldır. Hə, heç nə. Narahat olma yəni. Bundan sonra inşallah diqqətli olmaq lazımdır. Heç nə.